Esselamu Aleyküm bizi izleyenler ve hürmetli həmkarlarım. Bugün sizə Haier kondisionerinin pultunun istifadə qaydasını göstərəcəyim. Gördüyünüz bu düymə kondisionerin yandırıb söndürmə düyməsidir. Yəni on-off düyməsidir. Bunun köməyi ilə kondisioneri yandırıb söndürə bilirik. Kondisionerin rejimlərinin dəyişilməsi üçün bu, yəni mod düyməsindən istifadə olunur. Və indi biz sizə bütün modları izah edəcəyik. Buradakı gördüyünüz üstbuzaq işarəsi avtonun işarəsidir. Bu soyutma rejimidir. Bu deməli nəmin alınması, yəni qurutma rejimidir. Fan rejimi və demək isitmə rejimi. İnsanların çoxunluğu deməli soyutma rejimindən istifadə etdiyi üçün biz mod düyməsini bir neçə dəfə basırıq və burada buz, qar işarəsi gələndə, qar dənəzi işarəsi gələndə kondisioner bu rejimə keçmiş olur və biz sizə 22, 23, 24 dərəcə temperatura ayarlamanızı məsləhət görürük. Eyni zamanda qeyd etmək istəyirik ki, burada ventilatorun, yəni sərinkeşin sürətini dəyişmək üçün fin adında bir düymə var. Hər dəfə basdıqda bir sonraki sürətə keçmiş oluruq. Hal-hazırda aşağı sürətdədir, orta sürət, yuxarı sürət və avto sürət. Əgər yataq otağında kondisionerin fanının sürəti sizi narahat edirsə, o zaman aşağı sürəti seçib bu problemdən qurtula bilərsiniz. Hörmətli izləyicilərimiz, digər rejimlərə keçmək üçün yenidən mod düyməsini basırıq və burada bir su damlası işarəsi gəlir. Bu qurutma rejiminin işarəsidir. Qurutma rejimi ən az istifadə olunan rejimlərdən biridir, amma bəzi vaxtı lazım ola bilir. Bu rejimdə kondisioner evdə olan nəmi azaldır. Bir daha mod düyməsini basırıq və burada bir fan işarəsi, ventilator işarəsi gəlir. Bu rejimdə kondisioner adi bir sərinkeş kimi işləyir və bu da ən az istifadə olunan rejimlərdən biridir. Yəni bu rejimdə nə soyutma, nə isitmə prosesi gedir. Mod düyməsini bir daha basdıqda ən çox istifadə olunan ikinci rejim, yəni isitmə rejimi gəlir və qeyd etmək istəyirik ki, əslində bizim kondisioner pultları barəsində çəkdiyimiz videoların əsas amacı bu isitmə rejimini izah etmək idi. Amma sonradan gördük ki, tamaşaçılarımız bütün rejimlərin izahını, bütün düymələrin izahını istəyirlər. Buna görə də indi çəkdiyimiz videolar hamısı studiya şəraitində çəkilir və eyni zamanda da yəni uzun videolar olur. Yəni baxmaq istəyənlər axıra qədər baxa bilərlər. İsitmə rejimində temperaturu biz deməli 26 dərəcənin üzərində tuturuz. Niyə? Çünki isti hava yuxarıda yığılır və tez-tez kondisionerin yanıb sönməsinə səbəb olur. Yəni kondisioner səviyyəsindəki 27-dirsə, aşağıda təxminən 22-23 dərəcə ola bilir. Bu rejimdə ən önəmli məsələ kondisionerin fanının sürətini avto rejimə qoymaqdır. Yəni indi hal-hazırda aşağı sürətdədir. Biz basırıq orta sürət, yuxarı sürət. Bir daha basıda burada indi biz yaxınlaşdıracağıq. Yəni avto sözü gələndə deməli kondisioner avto rejimə keçmiş olur. Avto rejimdə kondisionerin fanının sürəti mikroprosesor tərəfindən idarə olunur və bu səbəbdən də kondisioner daha yaxşı işləyir və eyni səbəbdən çöl hissənin buzlanması, qarla örtülməsi havanın temperaturu 0 dərəcə yaxınlaşdıqda baş verir. Qeyd etmək istəyirik ki, insanlar soyutma və isitmə rejimlərində bir qədər fərqlilik görməlidirlər. Belə ki, əgər soyutma rejimində kondisioner işə düşdükdən təxminən 2-3 dəqiqə sonra artıq soyuq verirsə, isitmə rejimində bu 10 dəqiqədən çox çəkir. Amma həqiqi gücünə çatmaq üçün havanın temperaturundan asılı olaraq, həm evdəki, həm çöldəki havanın temperaturundan asılı olaraq təxminən 20, 40, bəzi vaxtı 1 saata qədər çəkə bilir. Bu səbəbdən bir qədər səbirli olmanız tövsiyə edilir. Deməli, növbəti rejimə keçmək üçün mod düyməsini basırıq və burada bu işarə gəlir, bərabər tərəfli üstbuzaq işarəsi gəlir. Bu rejimdə kondisioner evdə olan temperatur daimi 24 dərəcə səviyyəsində saxlamağa çalışır. Yəni, əgər temperatur 24 dərəcədən aşağı düşərsə evdə, o zaman kondisioner isitmə rejimində, yuxarı qalxarsa soyutma rejimində işləyər. Bu, o yerlərdə tətbiq olunur ki, orada evin temperaturu daimi eyni səviyyədə saxlanılması arzulanır. Hörmətli izləyicilərimiz, yenidən mod düyməsini basıb soyutma rejiminə keçirik və indi digər düymələri istifadə qaydasını sizə izah edəcəyik. Məsələn, deyək ki,
temperaturu 22 dərəcəyə qoymuşuq və yerimizə uzanırıq. Bəli, məlum məsələdir ki, 22 dərəcə temperaturda səhərisi gün mütləq xəstələnəcəksiniz. Çünki 22 dərəcə temperaturda biz bir neçə yorğanla yatırıq. Bu səbəbdən yayda belə bir rejim uyguladığınız təqdirdə silip düyməsini basmanız məsləhət edilir və silip düyməsi basılanda burada bir ay para, qarşısında isə bir ulduz işarəsi gəlir. Bu rejimdə temperatur 2 saatdan sonra 23 dərəcəyə, bir neçə saatdan sonra 24 dərəcəyə qaldırılacaq və dolayısıyla soyuq dəymə ilə inşallah rastlaşmayacaqsınız. Silip düyməsini yenidən basırıq və bu rejimdən çıxmış oluruq. Hörmətli izləyicilərimiz, kondisionerdə Health düyməsi var. Bu düymə basıldığında burada bir yarpaq işarəsi gəlir. Bu iyonlaşdırıcının işə düşməsi anlamına gəlir. Amma əgər bu iyonlaşdırıcı sizin kondisionerdə varsa, əlbəttə ki, bunun bir yararı var. Yenidən basıb o deməli rejimdən çıxırıq. Burada bizim əlavə qızdırıcı düyməmiz var ki, o da hər kondisionerdə olmur. Məsələn, qış rejimində bəzi kondisionerlərdə əlavə qızdırıcı olur. Yəni havanın temperaturu aşağı düşəndə o qızdırıcını taxmaq bu düymənin sayəsində mümkün olur. Burada bizim deməli daha nəyimiz var? Clock, yəni saat düyməmiz var. Saat düyməsini basdıqdan sonra bir saatı ayarlaya bilirik. Hal-hazırda deyək ki, saatımız 14:00-dır. Yəni PM2 deməkdir bu. Biz bunu basırıq, əlimizdə tuturuq və burada yanıb sönməyə başlayanda bu düymələrin köməyi ilə deməli PM, orada indi hal-hazırda AM-dir, PM demək 2-yə ayarlayıb set düyməsini basacaq. Gördüyünüz kimi bir qədər tez getdi, fərq etməz. Çünki saatı bircə dəfə qururuq. O yəni elə önəmli məsələ deyil. Amma demək saatın qurulması mütləq lazımdır. Sonra set düyməsini basırıq və saat kondisionerin pultunun yaddaşında qalır. Hörmətli izləyicilərimiz, bəzən bizə kondisionerin müəyyən bir zamandan sonra yandırılması və yaxud söndürülməsi kimi bir ehtiyacımız olur. Məsələn, deyək ki, işdən axşam saat 7-də qayıdacaq və istəyirik ki, axşam saat 6-da, yəni PM 6-da kondisionerimiz işə düşsün. Bu zaman biz demək burada timer düyməsi var. Timer düyməsini basırıq və demək bu düymələr burada AM görkənir hal-hazırda. Biz indi onu PM 6-ya ayarlayacağıq. Yəni axşam saat 6-da 18:00-da kondisionerimiz işə düşəcək və sonra set düyməsini basıb bunu yadında saxlayırıq. Yəni axşam saat 6-da işə düşəcək. Biz isə 7-də qayıdacağımıza görə kondisionerimiz biz gələnə qədər evimizi soyudacaqdır. Və yaxud yerimizə uzanırıq. İstəyirik ki, kondisioner bir neçə saat işləyəndən sonra sönsün. Niyə? Çünki bəzi vaxtı hava nisbətən sərin olur və bilirik ki, ümumiyyətlə səhərə yaxın hava bir qədər sərinlənir. Xüsusilə saat 4-ə 5-ə. Ona görə də biz deməli saatı demək, deyək ki, gecə saat 4-ə qədər kondisionerin işləməsini istəyirik və bu düyməni, timer düyməsini basırıq. Burada demək 2 dəfə basanda burada off gəlir, timer off gəlir və bundan sonra timer off'u demək deyək ki, AM məsələn 4-ə, yəni səhər saat 4-ə ayarlayırıq. Hörmətli izləyicilərimiz, bundan sonra set düyməsini basırıq. Demək kondisionerimiz səhər saat 4-də söndürüləcək və dolayısıyla bu söndürülməni biz bu cürlə edə bilirik. Timer düyməsini yenidən basırıq. 2 dəfə basdıqdan sonra timer rejimindən çıxmış olur. Hörmətli izləyicilərimiz, burada yenidən 2 daha düymə var. Biri lock, biri də reset düymələrdir. Bunlar nə işə yarayır? Məsələn, deyək ki, sizin bir kompüter otağınız var. Orada temperaturu 20 dərəcəyə qoymuşsunuz. Çünki kompüterlə olan otaqda mümkün qədər temperatur bir qədər aşağı olmalıdır. Və istəmirsiniz ki, kimsə sizdən sonra gəlib düymələri basıb sizin kondisionerinə müdaxilə etsin. Belə olduğu təqdirdə əlimizə bir qələm götürüb burada lock düyməsini basırıq. Bundan sonra heç bir düymə çalışmamaqdadır. Yenidən lock düyməsini basırıq və ondan sonra düymələrimiz çalışır. Bundan başqa isə belə bir şey də ola bilir ki, pultumuz hər hansı bir səbəbdən düzgün işləmədikdə, o zaman biz reset düyməsini basırıq və burada gördüyümüz göstəricilər sıfırlanır və bundan sonra kondisionerimiz
Kondisionerimizin pultu əvvəlki kimi normal səviyyədə işləyir. Bizi axıra qədər izlədiyinizə görə təşəkkür edirik. Əssalamu aleykum.